İnsanlar sanki evlənirlər, amma evləndə o məsuliyyəti götürmək istəmirlər. O məsuliyyəti götürmək istəməyən də faktiki olaraq boşanırlar, boşanma halları daha çox baş verir. Demirəm, tam bu əsas bu faktordur, amma bu da faktorlardan biri kimi hesab edirəm. Necə düşünürsünüz? Bəli, mən də elə fikirləşirəm ki, məsuliyyət yoxdur. Çox cavanlarda, hamıya demək olmaz, cavanların çoxlarında məsuliyyət yoxdur. Uşaqlıqdan bunlara məsuliyyət öyrətməyiblər. Ona görə də bizim zamanda ərə gedəndə deyirdilər ki, ağ paltarda getmisən, ağ kəfəndə çıxacaqsan oradan. Yəni, nə oldu, nə olmadı dözməlisən, yaşamalısan. O da bir uşaqlarının xətrinə. Yəni ki, insan doğrudan da indi fikirləşirik ki, bəlkə düz deyil, ancaq elə bilirəm ki, düzdür. İnsan hər bir çətinliyə dözə-dözə, o çətinlikləri keçə-keçə, aşıra-aşıra gəlir nəyəsə nail olur. Həyat elədir, həyat mübarizədir. Heç kim bizə söz verməyib ki, biz gələcəyik və rahat şəkildə hər şey əldə eləyəcəyik, rahat şəkildə yaşayacaq. Xeyr, həyat mübarizədir. Və mübarizə apara-apara qalib gəlməlisən bu həyata. Bu da ancaq məhəbbət yolu ilə olunur. Başa düşürsünüz? Qalib gəlmək üçün insanın ürəyində məhəbbət olmalıdır, dözüm olmalıdır, səbir olmalıdır. İndikilərin dözümü yoxdur. Qaynana bir söz deyən kimi, yoldaş bir söz deyən kimi, ya Allah, hazırdır, boşanıram. Onu ilə əvvəl qorxuzurlar insanı. Yanındakini qorxuzurlar. Boşanıram, məndən yoxdur da, tapmayacaqsan. Sonra da gəlib boşanmaya çatanda başa düşürlər ki, səhv eləyiblər. İntihası dala qayıda bilmirlər. O da bilmirlər onu. Sonraki peşmançılıqsa. Qutardı, getdi. Ancaq uşaqları fikirləşən yoxdur.